İnsan bu dünyaya böyüməyə gəlib. İnsan böyüsə, insan böyük olsa, insanlar böyümüş olsalar, dünya cənnət olar. Dünyanı cəhənnəmə çevirənlər balacalardır, böyüməmiş insanlardır, böyüyə bilməmiş, inkişafdan dayanmış insanlardır. Alfred Adler adında çox şöhrətli bir psixoloq var, mütəxəssis var. Şəxsiyyət necə formalaşır? Yəni bir fərd necə olur ki, şəxsiyyətə çevrilir? İnsanı A nöqtəsindən B nöqtəsinə gətirən nədir? Buna deyirlər şəxsiyyət nəzəriyyələri. Bu haqda çeşidli nəzəriyyələr var. Onlardan biri də Alfred Adler deyirdi ki, uşaq dünyaya gələndən sonra, özünü dərk edəndən sonra yetərsizlik hissi duyur, çatışmazlıq hissi. Böyüklərlə müqayisədə bir çatışmazlıq hissi duyur. Bununla yanaşı da kompensasiya ehtiyacı yaranır onda. Yəni bu çatışmazlığı aradan qaldırmaq və beləcə yetərsizliyini aradan qaldıra fərd şəxsiyyətə çevrilir. İnsan böyüyür. Adler deyir ki, bu təbii yolla getsə, təbii inkişafından mərhələli formada yavaş-yavaş getsə, insan həqiqətən də bir şəxsiyyətə çevrilir.